Azərbaycanda saatlıq əmək haqqı sisteminin tətbiqi ilə bağlı müzakirələr aktuallaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Əlavə edək ki, Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid bir neçə ildir müzakirə olunur. Xarici ölkələrdə saatlıq əmək haqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. Əlavə edək ki, yaxın illərdə ölkədə bu sistemə mərhələli şəkildə keçidin baş verəcəyi ehtimal edilir. Düşünürəm ki, əməliyyat sisteminin dəyişdirilməsi və saatlıq əmək haqqı sisteminə keçidlə bağlı qərarın qəbul olunması ilk növbədə beynəlxalq qurumların tələblərinin icrası və reytinq qiymətləndirmə metodologiyalarının öhdəliklərinə uyğunluq baxımından gündəmə gəlib. Bu fikirləri modern az açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə Azərbaycanda da bu məsələ ilə bağlı müəyyən addımlar atılıb və Əmək Məcəlləsində saatlıq əmək haqqının hesablanmasına dair metodologiyanın hazırlanması nəzərdə tutulub. Bu proses təbii ki, mühasibatlıq sahəsində inzibati yük yaradır və bəzi hallarda texniki çətinliklər və anlaşılmazlıqlara səbəb olur. Öz növbəsində bu problem həll ediləcəkdir. Ancaq əgər bu keçid düzgün tənzimlənərsə və şəffaflıq təmin olunarsa, əmək bazarında əlavə iş saatlarının və faktiki əmək haqqının daha dəqiq hesablanması üçün əsas yarana bilər. İqtisadçı əlavə olaraq bildirib ki, saatlıq əmək haqqı sisteminə keçidin əmək haqqının artımına birbaşa təsiri yoxdur. Bu yalnız o halda mümkün olar ki, saatlıq minimum əmək haqqının hesablanmasında nəzərə alınan meyarlar artırılsın. Məsələn, hazırda 400 manatlıq aylıq minimum əmək haqqı əmək saatlarının sayına bölünərək saatlıq məbləğ müəyyən olunarsa, bu real təsir göstərməyə bilər. Əgər saatlıq minimum əmək haqqı indiki göstəricilərlə müqayisədə 2 dəfə artırılarsa, bu daha məqsədə uyğun olar. Həsənov həmçinin bildirib ki, bu yanaşma həm də hökumətin strateji hədəfi olan minimum əmək haqqının orta aylıq əmək haqqının 65%-ə çatdırılması məqsədinə xidmət edə bilər. Eyni vaxtda bu dəyişikliklər əhalinin, xüsusilə orta statistik məşğul şəxslərin ailə büdcəsinin əsas ehtiyaclarını qarşılaması baxımından da vacibdir. Mövcud qiymət artımı fonunda bu sosial sabitliyin qorunması üçün əhəmiyyətlidir. Ancaq ümumilikdə qeyd etmək lazımdır ki, əgər yeni metodologiya tətbiq edilərkən şəffaflıq təmin edilməsə və əsas indikatorlar kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilməsə, bu dəyişiklik əmək haqqının real artımına səbəb olmayacaq, deyə iqtisadçı qeyd edib.